Uşaqlar 12 aprel tarixində 9-cu siniflər üçün keçirilən buraxılış imtahanında 79 nömrəli sual tipinin izahını verəcəm. Deməli uşaqlar, bu sual tipini müxtəlif variantlarda həll etmək mümkündür. İndi mən çalışacağam ki, daha qısa variantda sizə izah verim. Lakin imtahanda uşaqlar deməli hansı variant onlar üçün daha uyğun olursa, yəni hansı variant uşaqların ağlına tez gəlirsə, ondan istifadə eləyir. Deməli, burada olsun n. Deyir, BM 5 santimetrdir. Onda DN də olur 5 santimetr. S üçbucaq BMN bərabərdir 60 santimetrin kvadratı olarsa, AC diaqonalını istəyir bizdən. Uşaqlar, burada deməli BMN üçbucağı, baxın bu hissə. BMN düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetlərin hasilinin yarısını tapırıq. Yəni 60 bərabərdir 5 vurulsun MN bölünsün 2. Yəni 5 MN də bərabər olur 62-yə vuranda 120. Onda MN də bərabər olur 24-ə. Deməli MN nə qədər oldu? 24. AM'in uzunluğu ilə NC'nin uzunluğu bir-birinə bərabər və bunlar x-larla işarə edək. Çünki bu hissələri bilmirik. Və növbəti bir diaqonalımızı çəkək. BD diaqonalını fikir verin. BD diaqonalını çəkəndə bilirsiniz ki, düzbucaqlının diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Eyni zamanda düzbucaqlının diaqonalları bir-birinə bərabərdir. Burada MN 24-dürsə 24 yarıya bölünür, olur 12. Burada olur 12. Onda burada bir düzbucaqlı üçbucaq alındı yenə də fikir verin. Bax, bunu da bir K hərfi ilə işarə eləsək, üçbucaq BMK olur düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq olur. Və düzbucaqlı üçbucaq üçün Pifaqor teoremi doğrudur. Yəni BK kvadratı bərabər 5-in kvadratı plus 12-nin kvadratı. O da eləyir. BK kvadratı da deməli bərabərdir 5-in kvadratı 25. 25, 12-nin kvadratı da oldu 144, bərabər oldu 169. Onda BK nəyə bərabər olur? 13-ə. Çünki 169 13-ün kvadratıdır. Olur 13. Deməli, BK-mız 13-dürsə, KD də 13-dür. Və BD diaqonalımız olur 13 plus 13 bərabər 26. 26. AC diaqonalı da BD diaqonalına bərabər olduğuna görə bu da olur 26 santimetr. Yəni, asant forması artıq bu formada olur.